Əziz tədbir iştirakçıları, mən sizin hər bizi salamlayıram. Bu müqəddəs məkanda görüşdük növbəti dəfə. Bugün şəhidimiz Qaybəliyev Rafaelin deməli xatırlama günüdür. Onun döyüş yoldaşları, icra hakimiyyəti işçiləri, kənd cəmaatı, qohumları, əqrəbələri burada iştirak edir. Onun xatırlanması üçün bu müqəddəs məkanda Sumqayıt Şəhidlər Xiyabanında yığışmışıq. Tədbirə başlamazdan əvvəl gəlin Azərbaycanın suverenliyi, azadlığı uğrunda canından keçən şəhidləri bir dəqiqəlik sükutla yad edilir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün burada dayanan, bu tədbirə yığışanlar hər kəs Qaybəliyev Rafaelin ən yaxınlarıdır, əzizləridir, qohumlarıdır, döyüş yoldaşlarıdır. İnsanın həyatda sinif yoldaşı olur, tələbə yoldaşı olur, əskər yoldaşı olur. Amma döyüş yoldaşı olmaq tamam başqa bir hissdir. Burada döyüş yoldaşları var. Mən elə bilirəm ki, onun haqqında, tərcümə hal haqqında, onun həyat fəaliyyəti haqqında danışmaq elə onların dilindən olsa daha gözəl olur. Ağsaqqalların, onun komandir heyətinin, hörmətli Dağbay müəllim buradadır, Nurəl müəllim buradadır və digər şəxslər buradadır. Onların dilindən eşitsək daha yaxşı olar və bir də nəzərinizə çatdırım ki, simvolik olaraq Şəhidlər Xiyabanında naməlum əsgər qəbrinin üstündə dayanmışıq. Bildiyimiz kimi şəhid Qaybəliyev Rafaelin qəbri Baldı rayonunda, qəsəbədə, Şəhidlər Xiyabanının girişindədir. Şəxsən onun qəbri üstündə mən olmuşam, ziyarət eləmişik və elə şəhidə layiq bir şəkildə onun qəbri üstü götürülübdür. İndi gələn, gedən kim var? Hər kəs onun qəbrini ziyarət edir və biləcək yerinə çevrilir. Allah şəhidlərimizə rəhmət eləsin. Elə çox danışmayıb, onun haqqında xatirələri onun döyüş yoldaşından, komandir heyətindən, kənd cəmaatından eşitsək daha gözəl olur. Qonaqlar biz dedik, Allah cəmi şəhidlərə rəhmət eləsin. Həmişə bunu deməliyik, həmişə şəhidləri anmalıyıq, həmişə də yadımızdadır, əbədi yaddaşımızdadır. Bu günləri biz Qubadlı rayonunun Cibili kəndindən olan Qaybəliyev Rafael qardaşımızın bir təqdimatı, bir Azərbaycan bayrağı ilə onun əksi, üç rəngli bayraqla bugünkü gündə onu xatırlamaq üçün, onu yada salmaq üçün, o bizim qəlbimizdə necə olduğunu göstərmək üçün bizim əlimizdən bu gəldi ki, bugün onu xatırlayaq, bugün toplaşaq bir yerə. Bugünləri Rafaelin Allah rəhmət eləsin, Qubadlının ən çətin məqamda yerləşən kəndlərinin birisi yuxarı, aşağı Cibili, Dəyinidir. Sonra el quruşaq. Yəni kəndlər, ağır kəndlər erməninin birbaşa sərhədlər trasının qırağındır. Orada da torpağı qoruyan ancaq cəngavər olanlar ola bilərdi. Bayaqlar mən gələndə yoldaşlara da dedim, vətən üçün ölməyə hazır olan oğlanlar yoxdursa, vətən üçün ölməyə hazır olan. Döyüşdə də ölməyə hazırdır, müdafiədə də ölməyə hazırdır. Hər gündə demək o ölməyə hazır olan düşmənin üzərində qorxusuz gedir, qorxusuz düşmənlə mübarizə aparır. Onlardan biri də Rafael qardaşımızdır. Azərbaycan Silahlı Qüvvələri yarananın ilk gündən yuxarı, aşağı Cibilidə də olan cəmaatdan, yerli əhalidən ordu formalaşdırdı, müdafiə batalyonu. Onlardan biri də elə Rafael qardaşımızdır. Mən yenə deyirəm, mən aşağı əyindən Cibiliyə gedəndə, həmişə o meşənin içi ilə keçəndə özüm orada təhlükə istəyirdim ki, hər dəqiqə bir nəfər çıxsın daşına, elə maşının da başına adamlara baxın. Yəni, təhlükəli məqamdır. Cəmaatın da yerləşdiyi yerdir. Belə yerlərdə, belə məqamlarda. Elə o kənd cəmaatının yuxarı, aşağı Cibilliyinin hamısı qəhrəmanıdır. Amma qəhrəmanların içərisində özünü torpağa həsr etmiş, vətənə həsr etmiş, onun üçün mücadilə aparan qəhrəmanlar yetişir. Ermənilər Görüş Qafan yolu ilə gedəndə bəzi adamlar deyir filan kəsin qorxusundan, filan kəsin qorxusundan. Amma cəmaatın, o cəngavər oğlanların hesabına gecə ilə, gündüzlə gidirdilər trasa, girirdilər yola, girirdilər kəndə, qorxmadan, ürkmədən, çəkinmədən, erməni qorxur. Yəni, biz çox heyf ki, o torpaqlar o vaxt işğal oldu. Hal-hazırda torpaqları bölünmüşlər qəhrəmanların hesabına, şəhidlərin hesabına, Azərbaycan Silahlı Qüvvələrinin hesabına, xalqın hesabına. Günləri biz borçluyuq Rafael kimi oğlanların ailəsinin yanına gələk deyək ki,
əbədi yaddaşımızdadır. Əbədi bizim qəlbimizdədir. Etdiyi qəhrəmanlıqlar yaddan çıxmayacaq. Yəni biz onu xatırlamasaq, biz nəyi xatırlamalıyıq, nəyi nümunə götürməliyik, nədən danışmalıyıq? Sona qədər döyüşüb, sona qədər top atıb, axırıncı patronuna qədər vuruşub və səngərdən çıxmayıb, kəndindən çıxmayıb. Yəni döyüşərək çıxmayıb. Bir gizlənəsən, ssenariya düşür, bir var sona qədər. Çıxmaq bir məqamı yoxdur, çıxmaq fikri yoxdur. Budur qəhrəmanlıq, budur. Rəfail bu günləri milli qəhrəman adını almaya bilər. Amma bizim qəlbimizdə Rəfail kimi olanlar qəhrəman. Əbədi qəhrəmandır, əbədi yaşayır. Allah rəhmət eləsin. İnşallah Allah qismət eləsin, tezliklə gedək o elimizdə, obamızda, kəndimizdə. Rəfail kimi oğlanların abidələrini ucaldaq. Ziyarətgaha çevrilək ora. Orada olsun bizim nümunə, gənc nəsil onlardan nümunə götürsün. Rəfail yuxarı Cibildə doğulsa da Sumqayıtda yaşayır. Ancaq vətənin dar günündə burada işini atıb o öz torpağının müdafiəsinə gəlmişdir. Rus ordusunda xidmət eləmişdir. Yəni o hazırlıqlı bir əskər idi. Biz onun o mərdliyin, şücaətin, cəsarətin və savadın görüb onu top komandiri vəzifəsinə təyin eləmişdik. Rəfail yuxarı Cibili, aşağı Cibili, Seytas istiqamətində olan bütün düşmən mövqeylərini sərrast atışlarla sustururdu. Qafan Korus yolunu hərəkətin dayandırmışdı. Düşmən dəfələrlə yuxarı Cibiliyə hücum eləmişdi, ancaq Rəfail kimi mərd oğulların sayəsində ora girə bilməmişdi. Noyabr ayında düşmən Erməni-Rus birləşməsinin zirehli texnikaları ilə bir yerdə yenidən yuxarı Cibiliyə hücum eləmişdi. Rəfail orada böyük igidlik göstərmişdi. Axırıncı snaryadına can atmışdı. Axırıncı patronuna qədər, axırıncı qranatına can istifadə eləmişdi. İndi biz onu dəqiq bilmirik. Düşmən onun silahını götürməmişdi, onun mərdliyinə görə. Ya özün şəhid eləmişdi, ya düşmən gülləsinə tuş gəlmişdi. Ancaq belə igidlərə düşmən də hörmət eləyir. İndi bu günlərin biz bu bayrağı Rəfailin qardaşı Asifə təqdim edirik. Valideynləri Allah rəhmətinə gedib. Bu Rəfail sənin tək qardaşın deyil. Bütün Azərbaycanın qardaşıdır. Tək sənin şəhidin deyil. Bütün Azərbaycanın şəhididir. Nə qədər bu millət var, Rəfail kimi oğullar həmişə yaşayacaq. Allah rəhmət eləsin. Allah hamıdan razı olsun. Ramazan'dan ben minnettarlarım veriyorum. Bu ayrılmana takdim ettiği özellikle çok sağ olun, var olun. Allah sizden razı olsun. Sağdaşlığa nasip olmaz. Sağ olun. Mən bir şey deyim, bayaq da mən də dedi. Bütün şəhidlər bizim qəlbimizdə ola bilər. Onlarda milli qəhrəman adına layiq görülməz. Sadə şəhid adı verilibdir. Ancaq onlar bizim hər birimizin qəlbində milli qəhrəmandır. Qubadlıdan az olmayıbdır. Siz də çox gözəl tanıyırsınız. Adı kağız üstündə qalan milli qəhrəman adına layiq görülmüş şəxslər var. Onlardan biri demək olar Qəbəliyev Rəfaildir. Həqiqətən onun şücaətindən bütün Qubadlı danışır. Onun komandir heyəti danışır. Onun səngər yoldaşı danışır. Ona görə danılmaz faktdır ki, yəni şücaəti ilə, qəhrəmanlığı ilə ad-san qazanmış şəxslərdəndir. Teşekkür edirəm komandir heyətinə, Rəfail qardaşımızın döyüş yoldaşlarına. Ona görə təşəkkür edirəm ki, həmişə siz onu yad edirsiniz, heç vaxt unutmursunuz. Allah sizdən razı olsun, bir daha sağ olun, var olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bəli, Rəfail bugün hər birimizin fəxridir. Mən bir qardaş olaraq ondan fəxr edirəm. Bütün şəhidlər bizim baş tacımızdır. Onlardan da biri Rəfaildir. Bugünkü günə görə bir daha sizə sağ olun deyirəm, var olun deyirəm. Allah sizdən razı olsun. Bunu yad ediniz. Sağ olun. Təşkilatçılara mən öz minnətdarlığımı bilirəm, sağ olsunlar, yəni bu təşkil edirlər. Ondan sonra, yəni 10 dekabr 92-ci ildə deməli bir akordda olmuşam o insanla. Sonuncu mərmini mən vermişəm ama tezlənən 7 tamamda təxminən başlar döyüş. 12-yə qalana qədər artilleriya döyüşü getdi. Mərmilərin hamısı mən verirdim demək olar ona. Bir neçə dəfə mən onu eşitdim ki, piyada qoşun daxil olacaq, girəcək burada. Bizim məlumatımız yoxdur, hər tərəfdən gəlmiş onlar. Bu
çəkinmirdim. Mənə qorxma sən, narahat olma, girə bilməz. Sonradan artıq başladılar pulemyotdan, avtomatlardan istifadə etməyə, biz artilleriya o istiqamətləri vura bilmədik. Bu gedib topu götürdü, təxmin o tanklara mehman başladı bunu əvəz elədi. Pulemyotla. Sonra kəndə artıq ermənilər girirdi bir tərəfdən. Mən dedim qız gəlin, yəni qalacaq belə. Onlar mənim məsləhət gördü. Mən deməli dedim sağ qalsam qayıdacam yerindən bura. Getdim qız gəldi, bir neçə ailəni mən çıxartdım orada, şükürlər olsun. Biz cəmləşdik bir neçə dəstə ilə, artıq biz çata bilmədik onlara kömək. Artıq gecə idi, rəhmətli Rafail şəhid olmuşdu. Bir neçə nəfər də onu götürmək istəyəndə yaralanmışdı. Yəni qranat atmışdılar, yaralanmışdı, onları çıxartmışlar. Bizdə də demək olar patron yox idi. Bir daha mən minnətdar bildirəm sizə ki, yəni təşkil eləmişsiniz bunu. Əsl qəhrəman bu adam. Elə adamlara ad vermək lazımdır. Doğrudan da qəhrəman. Çox sağ olun. Mən bir deyə bilərəm ki, onlar 2 nəfər Rafail və Fəthullah Sumqayıt şəhərindən Könüllü gəlmişdilər. İlk dəfə hardasa mart-aprel ayı idi, dəqiq gəlmədi. Onlarla müqavilə bağlayan şəxs kimi fərdi söhbət aparıb onlar haqqında məlumat əldə edib. Yadında indiyə kimi də Rafailə könüllü gəlmək var hərbiyə, amma könüllü getmək yoxdur. Və nizam-intizam var, instansiya var, əmr var və döyüş tapşırığını yerinə yetirmək var. Və bir ünsiyyətdə olduq, fərdi söhbət apardıq. Qalxdıq o Cibihli hələ onda Cibihli 1-ci batalyondaydı. Məhiyyət batalyon komandiri idi. Və orada qərgə rəisi mavini vəzifəsində xidmət edirdi. Sonraki dövrdə də mən bir dəfə oranı ziyarət elədim. Ziyarət elədim yox. O səngərləri və şəxsiyyət yoxlamaq üçün Cibihliyə getdim və mənim orada köynə dostum vardı, rəhmətli Əlxan. Rafaillə getdik, onun qəbrini ziyarət elədik, tapdıq. Belə yaddaşımda qalıb, yazımda qalıb. Ondan sonra da həmişə ilə yenə də yaddaşımdadır. Fəthullah ilə bir neçə dəfə görüşmüşük. Allah ruh şad olsun, məkanı cənnətli olsun. Rafail qəlbimizdə çox dediksən, ucadan uca döyüşçü, nəsə deyərlər, qəhrəman, cəsur bir döyüşçü kimi yadımıza qalıbdır. Yəni gün o gün olar ki, bizdən rayonda əmin-amanlıq, abadlıq və icazə olar gedərik. Allah canlarını sağ eləsin, yaxşı gördük, qəbri sabiləsi götürüldü, bizə gedib. Orada ziyarət edərik, bu parçada orada qeyd edərik. Qubadlı rayonunda hərbi hissə yarananda bu ağır yükün əsas Səhrət kəndlərinə düşürdü. Yuxarı aşağı Cibihli idi, Çərəli kəndi idi, Gölya, Fərzən, Saldaşa və bu bir istiqamətdən Ermənistandan Səhrət olan kəndlərdə idi. Ərbil Şahı istiqaməti idi. Əsasən Səhrət kəndlərinin uşaqları orduya gəldi, könüllüləri uç tüməngin boyundan. O cümlədən də Cibihli uşaqları rəhmətli Rafail başda olmaqla. Mən həmişə deyirəm ki, Azərbaycan ordusunda Qubadlı topçuların özünün xüsusi yeri vardı, xüsusi çəkisi vardı. Bütün istiqamətdə, həm Qapan istiqamətinə, həm Görüş istiqamətinə alt yerdən topçular istifadə edirdilər. Lazım olanda Cəbrayla, Zəngilana köməyə gedirdilər. Rafail kimi qəhrəmanlar heç vaxt unudulmur. Yəni, kimlərsə istəsə də unutsun, mümkünsüzdür. Ona görə ki, onlar əbədiyyətə qovuşan insanlardır. Əbədiyyətdə necə deyil, günəş necə doğursa, onlar da əbədiyyətdə doğan günəşlərdir. Şəhidlər haqqında danışanda bəzən deyirlər ki, Allah rəhmət eləsin. Əslində elə demək lazım deyil. Demək lazımdır ki, əbədi yaşayan qəhrəmanlarımıza əbədi eşq olsun. Onlar əbədi yaşardılar. Nə qədər Azərbaycan dövləti var, nə qədər biz yaşayırıq, şəhidlərimiz yaşayacaq. O gün unudulacaqlar ki, o gün Azərbaycan dövləti olmayacaq. Allah Teala ordumuza zarar verməsin, dövlətimizi qorusun, şəhidlərimizin məqamı uca olsun. Allah Teala bizə, bizdən sonra gələn nəsillərə də vətənpərvərlik aşılasın, versin ki, bütün şəhidlərimizi zaman-zaman yad edək. Sağ olun, var olun, məqamı uca olsun şəhidlərimiz. Əziz həmvətənlər, bugün yenidən biz müqəddəs bir yerdə şəhidlərimizin ziyarətinə gəlmişik. Bugün isə səbəbkar qəhrəman şəhidimiz Rafailin, yəni bir anlığa da olsa anımı münasibəti ilə toplaşmışıq bura. Çox
fəxr edici haldır ki, bugün döyüşçü yoldaşları qəhrəman şəhidimizə dünyada ən gözəl bayraq olan Azərbaycanın üstünçü bayrağını onun doğmalarına təqdim etdi. Bəli, bayraq dövlət atributumuzdur və bu bayraq üçün şəhidlərimiz öz şirin canlarını fəda elədilər. Uzada dalğalan baxıb sevinək, kükrəyən sel kimi axıb sevinək, düşməni yandırıb yaxıb sevinək, layiq sən ən gözəl taca bayrağım, ay mənim üstünkli uza bayrağım. Şərəfli yolların olsa da çətin, yayılıb hər yanaşanın, şöhrətin, sən güvənc yerisən bizim millətin. Sinəndə ay ulduz qoşa bayrağım, dünya yaşadıqca yaşa bayrağım. Göy də ürəyimcə, yaşıl da, al da, səndən gözəl bayraq yoxdur dünyada. Uğurlar diləyək sənə bu yolda. Qürur mənbəysən bizə bayrağım, səni gəlməyəsən gözə bayrağım. Sevincə, kədərə, aha, əyilmə, heç bir hökmüdara, şaha, əyilmə. Səni çox sevirəm, daha əyilmə. Ən uca dağlarla qoşa bayrağım, dünya yaşadıqca yaşa bayrağım. Bəli, şəhidlərimiz üstünkli bayrağımız üçün öz şirin canlarını qurban verdilər. Hər birimizin yadımızdadır. Müharibəyə gedən qəhrəman cəngavər oğullar bu bayrağı ürəyinin üstündə apardılar və çox təəssüf ki, bayrağa bükülüb gəldilər. Bir təskinliyimiz var. Bütün şəhidlərimizin qisasını güclü ordumuz aldı. İndi Azərbaycanın ordusu dünyanın ən güclü orduları sırasındadır. Murovla durdun qoşa, əhsən sənə min yaşa, sən layiqsən alqışa, adlı sanlı ordumuz, bizim şanlı ordumuz. Yolun dağ, dərə, çətin, biraz da dayan mətin, fəxrisən biz millətin, adlı sanlı ordumuz, bizim şanlı ordumuz. Aman vermə düşmənə, zaman vermə düşmənə, güman vermə düşmənə, adlı sanlı ordumuz, bizim şanlı ordumuz. Bəli, o şanlı ordumuzun sayəsində qəhrəman şəhidlərimizin və Rəfail kimi qəhrəmanlarımızın qisasını aldılar. Bir ümid yerimiz var, o da güclü ordumuzdur. Eşq olsun Azərbaycanın güclü ordusuna. Allah qəhrəman şəhidimizə rəhmət eləsin. Qəhrəman şəhidimiz Qaybalıyev Rəfail Abbasəloğlu'nun əziz xatirəsinə. Gözəl Qubatlımın igid ərləri həmişə bir olub dərdi sərləri. Unutmaq olarmı Rəfailləri? Bu igid yaşardı cibiklimizdə, onu alqışlardı dərədə, düzdə. Canından çox sevdi doğma kəndini, gözü tək qorudu bərə bəndini. Qoruya bilmədik elin mərdini. Diz çöküb öpəndə ana torpağı, dedin ki düşmənə çəkəcəm dağı. Mərmilər yağırdın düşmən başına, düşmən pul ayırdı sənin başına. Qorxmazlığın gəldi elin xoşuna. Elə vurulmuşdun arana dağa, öpüb sığal çəkdin ana torpağa. Sən divan tutanda görüz qafana, at sanın yayıldı onda hər yana. Fəxri övlad oldun Azərbaycana, ömrünü vurmadın başa şəhidim, qəhrəman ömrünlə yaşa şəhidim. Allah rəhmət eləsin şəhidimizə. Biz bir yerdə döyüşmüşük. Qardaşı Asif, mən, Fətullah, Seyfullah, bizim kəsdir. Dağlar çox idi. Rəhmətli Rəfail o vaxtı mənim bir dənə sözüm var. O qapan görüş yolun birinci, o vaxt kolon gedirdi. Bizlər komandirimiz. Kolon gedirdi. Gündə bir dəfə o görüşə, bir dəfə kafana gelirdi. Rəhmətli Rəfail topla vurdu Pramay avtobusu. Rəhmətli Əliyar da sağ edəndə, Allah rəhmət etsin. Həmin o kolonu, yolu bağlayan Rəfail etirazdı. Onun başqa sözüm var. Allah rəhmət etsin. O kolonla o birinci topu mərmini vuran, avtobusu vuran Rəfail erməni avtobusu. O vaxt kolon aparırdı, gelib gəldi. Bugünkü tədbirə bir qədər
kənd cəmaatı, qohumları, döyüş yoldaşları adını eşidən kimi Rəfailin bir belə toplanması qürur verici. Deməli, hələ burada çoxları o imkanla, vəziyyətlə qədər tədbir iştirak edə bilmir. İnşallah gələcəkdə onun məzarı da yoxdur burada, toplaşmağa yer də yoxdur. Biz elə qəfildən fikirləşdik ki, vaxtı da yoxdur, burada yoxdur, bu şəhidlər xiyabanında. Nə olar, gedək bir adsız, məzarsız yerində toplaşaq, onun birlikdə xatırlayaq. Elə yanında olaq, ruhən bu bizim yanımızdadır, biz onun yanındadır. Hər birinizə təşəkkür ederim, hər birinizə. Başdaşın abidəsini də qoymuşam, məzarını da götürmüşük. Yəni gedənlər var, ziyarət eləyənlər var. Allah qismət eləsin, hər kəs gedib ziyarət eləsin. İnşallah biz bir neçə dəfə gedib ziyarət eləmişik. Sən Allah özü şəxsən ziyarət eləyib. Allah bir daha deyirəm, hər birinizdən razı olsun. Bugünkü gün üçün hər birinizə təşəkkür edirəm. Sizlər hər zaman Rəfaili yad edirsiniz. Allah sizdən yenə razı olsun. Bir daha təşəkkür edirəm bugünkü Sağ gün olun, üçün. hər biriniz sağ olun. Qaybəlayev Rafailin də, şəhidimizin də doğum günüydü. Biz belə planlaşdırıq ki, heç kim narahat eləmədik. Vüqar, Teymur Müslümanlı olan Vüqar müəllimlə bir yerdə gəldik şəhidlər xiyabanına. Burada ziyarət elədik, bir neçə nəfərin qəbri üstündə olduq, yadınızdadısa. Yəni, tarix var, istəsəz, yəni sosial şəbəkələrdə baxa bilərsiniz. Onda biz anmışıq, yəni doğum günüydü. Amma inşallah arzu eləyək, Allah qoysa, şəhid olan gününü də əgər indi hamımız gedə bilməsə də bir neçə nəfər yəqin ki gedəcək. Başda qardaşı, Əbu Fətmə. İnşallah Qova məqbəsi orada ziyarət edəcək. Allah qoysa bu bayrağı orada dalğalandırarlar. Quba adlı şəhidlər xiyabanının tam girişində, sol istiqamətdə, düz elə girişindədir. Allah rəhmət eləsin, həqiqətən o bayaqları belə bir söz işlətdilər. Ordu quruculuğunda həqiqətən o könüllü dəstələr, özün müdafiə batalyonları yaradılanda ilk əvvəl o ov tüfəngi ilə ən birinci çiyinlərinə yük düşmüş o sərhəd kəndləri idi. Onlar aşağı yuxarı Cibilli idi, Əlül Quruşaq idi, Başarat və digər kəndlər. Elə o kənd cəmaatından yığışıb belə deyə əldə və hətta mən olan söhbətlərində mən körpə ikən bucaqda gəlmişəm. Dəhrə balta ilə belə səngədə dayanlar vardı növbə ilə. Həmin dövrlərdən cırıq qaloşdan, şəpiddən gəlib Patinkaya kimi çıxdıq. İndi bugünkü gündə 44 gün ərzində böyük bir ərazi. Azərbaycan 20% torpağı işğaldan azad olundu. Bugünkü gün işğaldan azad olmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Allah rəhmət eləsin. Buyur Aslan, sözün varsa elə yekunda söz istəyirəm. Hamıza minnətdarım. Çox sağ olun. Allah canınızı sağ olsun.